Görüm sizi uşaqlar. Deməli, Səməd Vurğundan başlayırıq. Səməd Vurğunda Azərbaycan şeirindən asandan çətinə doğru gedək. Banu, Azərbaycan şeirində Səməd Vurğun nədən bəhs edir? Deməli, Bax, belə deyirik, Banu. Məzmun və forma baxımından danışırıq. e, deməli müəllimə, əsər lirik növdə heca ərzində, bir dəqiqə. Lirik növdə heca ərzində beşlik şəklində yazılıb. Və burada Azərbaycanın təbiətinin gözəlliyindən söhbət gedir. Deyir, çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan. Sakit dağın arazları, sınamışam dost diyarı. El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Sonra burada Bakının neftindən də söhbət açır. Bundan sonra yəni demək olar ki, bütün şeir boyunca Azərbaycanın gözəlliklərinə toxunubdur. Təbiətinin gözəlliklərinə. Deməli, tərənnüm əsasında yazılmış bütövlük parça deyirik. Bəli. Ədəbiyyatımızda Azərbaycana dair yazılmış tərənnüm üzrə olan başqa hansı nümunə deyə bilərik? Azərbaycan və hansı şəhər? Təbrizim. Təbrizim lirik növdədir, ancaq tərənnüm əsasındadırmı Təbriz? Yox. Əsrim Azərbaycan ola bilər. Yox. Əsir Azərbaycanın adı üstündə əsir, kölə deyir. Orada ictimaidir. Salam Müge. Kim deyir uşaq? Niçpin dağlar deyə bilərik. Niçpin dağları. Necə Məmnuniyyət müəllim? təbii şeiri Birinci təriflər. dağlar, niçpin dağlar deyə bilərik. Orada da təbiətdən danışır. Azərbaycanın təbiətindən danışır. Başqa? Qarabağda deyə bilərik. Bəli, Qarabağda. Kimindir Qarabağda şeiri? Hikmət Ziyanın. Hikmət Ziyanın Qarabağda şeiridir. Bəli, uşaqlar tərənnüm əsasındadır. Görüm də sizi görmürəm axı. Bu ədəbiyyatla daha nə danışmışıq? Kameramız açıq. Görüm sizi. Kim görəm ondan danışacağım. Mehriban, danışaq əskər ananın öyüdünü. Ananın öyüdünü nə vaxt yazır, nə üçün yazır, konkret neçə obraz var, lirik qəhrəman necə təqdim olunur, bu məsələlərə vurğulayaq. Burada üç obraz var. Müəllif, ana, bir də ananın oğlu Əskər. 1943-cü ildə yazılır. ABŞ-da müsabiqə olur. Onda İlini bilmirik də. Sadəcə müharibə dövründə yazılıb. yüksək dəyərləndirilib. Bəli. İkinci Dünya müharibəsi dövründə yazılıb. Burada ana oğlunu göndərir. Orada da deyir ki, burada oğlunu göz bəbəm əmin kimi adlandırılır. Deyir ki, sən orada tüfəngini təmiz saxla. Mən də sənə burada payızda meyvələr zad olanda mən sənə göndərəcəm özüm. Daha sonra deyir, qılıncın çalanda qolunda qüvvət olsun. Deyir, mən də səni ana kimi böyütmüşəm, amma bu vətəndə vətən də yəni ana kimi böyüdü də səni. Daha sonra Yəni vətən nə qədər ki ana deyir, məni sevirsən, dəyərləndirirsən, vətən də mənim kimidir. Vətən də sən özünü ana deyir. sən də bu vətənin çörəyinə böyümüsən. Daha sonra deyirsən sən həmişə qələbələrinin, zəfərlərinin sayını artır. Bununla da onu yola salır. Gəl belə eləyək. Əskər məktubu şeirinə müqayisə eləyək. Amin. Əskər məktubu şeiri kimindir? Əskər məktubu Məmməd Arazın. Məmməd Arazın əskər məktubu. Məmməd Araz əskər məktubunda nədir? Necə təsvir edir həmin əskəri məktubunu? Əskər məktubu yadımdan çıxıb məlumat. Kim deyər uşaqlar? Məhəbbət dolu olur deyirdi. Aha. Məhəbbət cəsarət dəyərli olur. Əskər xatırlıq xüsusiyyətlər sadlanır. Əskərin məktubu deyir, necə olur? Başqa? Necə təsvir olunur əskərin məktubu? Neçə tərifçinin təriflərindən bir əsgər məktubu gərəkli olur. Deməli, ananın öykündə də bir əskər təsviri var. Əskər məktubunda da bir əskər təsviri var. Ortaq cəhət kimi bunu götürə bilərik. Sadəcə ananın öykündə üç obraz orada təsvir olunur. Ana konkret olaraq oğluna nəyi tövsiyə edir Gülsənə?
düşmənə qarşı vuruşmağı. Bildi. Amma nəyi tövsiyə edir o əskər yola salanda övladını? Tüfəngin təmizləşməsini tanıtmalı. Düşman qabağında Zəfərlərin vüqarla sayını tərpənir. Zəfərlərin sayını artırır. Sonra deyir ki, heyva şaftalı bar verəndə mən sənin ovqatını saxlayacağam. Bəli, ovqatını göndərəcəm deyir. Yəni, ovqat əhval-ruhiyyə deməkdir. Keçək Vaqifə. Vaqifdən sual var idi uşaqlar. Düşünürəm təkrar olmaz, amma yenə də biz bugün belə gedirik. Mən sizə Vaqifdən dialoqlardan və ya obrazların nitqindən fikirlər söyləyəcəm, soruşacağım. Siz də onu kimin kimə dediyini bildirib, hansı məqam, həmən hadisəni təsvir edəcəksiniz. Kimdən başlayaq? Önlü var. Önlü yoxdur. Birinci olanda sən olur. Sevər, gəl sənlə başlayaq. Qızlar səs eləmirlər. Sonra da Amin səndən soruşacağım. Sevər, kim idi deyə möhtərəm şairə salamlar olsun. Bu dünya durduqca o da var olsun. Eldar deyirdi. Kimə deyirdi? Vaqif. Nə zaman deyirdi? Əli bəyin bir toy məclisinə gələndə, bir də ki, sonda Qacarı məğlub edəndən sonra. Salam olsun, sağ ol. Bəs kim idi deyən ki, buyruq sizinkidir, möhtərəm ağa, ancaq olmasaydı kasıb kəndilər, bunca qudurtmazdı sizi sümüzər. Eldar İbrahim xana deyir, İbrahim xan da əmr edir ki, o tutun. Tutmaq istəyirlər, amma o da qarşılıqlı düşür, çıxır aradan. Amin, sənlə davam edək. Kim idi deyən, bir il ağası idi əvvəlki ərim, öz qapım, öz evim, öz nökərlərim. Xuraman Vaqifə demək. Nərmə, nə zaman Xuraman Vaqifə bu sözlər deyir? Orada məclisdən sonra qorxmuş işdən çıxaracaq. O zaman deyir. Ümumiyyətlə, Xuraman Vaqifə demir. Özünə deyilmə, Oxuya bilərəm. amma o baxımdan o cür deyir. Bəli. Vaqif gəlib danışırlar, sonra Vaqif gedir, Xuraman öz-özünə bunu deyir, sonra təzədən Vaqif gəlir, onların arasında dialoq ondan sonra başlayır. Bəli, öz-özünə düşünür. Nərminə, kim idi deyən, qəfəsdə quş kimi yaşayıram mən? Vaqif deyir. Kimə deyirdi? Müqadiyə. Yox, Xuramana deyirdi. Niyə qəfəs adlandırırdı yaşadığı mühütü, yəni orada sarayda vəziyyəti? Orada Xuraman sarayda şöhrəti belə şöhrət istəyirdi, saray istəyirdi. O da həmin o yerdə olmaq, sıxış yaşamaq vəziyyəti. Bəli. Nigar, davam edək səndən. Nigar, bu ikinci pərdədə 3-cü, 4-cü şəklin qısa məzmununu verirlər. Burada Vaqiflə İbrahim xanın bir-birinə münasibəti əks olunur. Xüsusən xarici təzyiqlər olan zaman onlar bunlar necə başa çıxırlar? Yəni Vaqif Qacara məktubuna yazmışdı. Yəni ki, bu məktubun məzmunundakı Qacar hiddətləndirir. O hissədir sizdə. O hissəni deyirəm, ancaq ondan əvvəl xarici təzyiqlərə görə İbrahim xan Vaqifdən məsləhət alır. Vaqif də məsləhətin qarşılığında ona nə bildirir, nə deyir? Qonşu dövlətlərin təzyiqi çoxalmışdı. İbrahim xan artıq bundan narahat idi. Sevər, buyur. Məzəmmət eləyir Vaqif. Onu deyir ki, yəni xalqa mərhəmətsiz davranmaq olmaz, haqsızlıq etmək olmaz. Həm də ondan sonra məzəmmət etdikdən sonra sərt bir məktub göndərir Qacara. Sağ ol, bəli. Bir də ən əsas məsələ, biz əsərin qəhrəmanı kimi götürürük uşaqlar? Eldarla Vaqifi. Vaqif və yaxud da bizdə sənə gəlsə sənin qəhrəmanın xalqdır. Yenə də düzdür bu. Xalqı Vaqif təmsil edir burada. Ona görə də Vaqif, yəni əlavəsi xalq olaraq doğrudur. Vaqif orada məzəmmət edir ki, sən xalqın tərəfində deyilsən, xalqı incidirsən, xalqa zalımlıq edirsən. Bəli, ondan sonra da Qacara sərt bir məktub yazır. Bu Xuraman, Nigar, Xuraman nəyə görə Vaqifə qarşı xəyanətkar olur?
Çünki Qarı ilə Şeyx onu yoldan çıxarır, İbrahim xana ərə getməyə razı qalırlar. Kimin göstərişi idi bu? Kimin İbrahim, düşüncəsi, kimin fikri idi? İbrahim xanın. Bəli, İbrahim xanın göstərişi ilə. Bundan sonra Vaqif bu hadisəyə necə reaksiya verir? E, Əsəbləşir, amma oğlu Əli bəy də onu cəzalandırmaq istəyəndə buna imkan vermir. Bəli, sarsılır, ancaq Əli bəyə nəsə etməyinə imkan vermir. Dəniz, Qacar Qarabağa gələndə, buradasan, görüm səni. Bəli. Qacar Qarabağa gələndə Dəniz, hansı halda gəlir? Necə, yəni, sevincək gəlir, şad gəlir, əsəbi gəlir? Orada necə olur? Şad gəlirdi. Orada şeyx də onun üçün qapıları açırdı. Yəni çünki İbrahim xan qaçmışdı. Qaçmışdı mı? Qaçmaq hələ var. Nəyə görə şad idi ki? Qarabağ ələ keçirilmişdi. Buralar əslində, hə, orada sonradan ki, Vaqifin məktubunu qəzəblənmişdi. bəli, Hirsini qəzəbliydi. Hirsini Bəli, soyutmaq üçün Gürcü qardaşları bir-birinə vuruşturmaq istəyirdi. bəli. Dəniz yadına düşdü? Amma orada tutandan sonra olduğunu bilmirdim. Mən onu daha əvvəl bilirdim əsəbləşmə. Çünki hadisə artışılığına müvafiq gedirik. 3-cü pərdədə 5-6-cı şəkillərin qısa məzmununda deyir ki, ordugahda Qarabağ xanından cavab gözləyən Qacar Vaqifin yazdığı məktubun məzmununu hiddətləndirir. Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbi soyutmaq üçün Gürcü qardaşları bir-birinə vuruşturmağa məcbur edir. Bu dediyimiz məsələ. Oradan sonra İbrahim xan qaçandan sonra Qarabağa gəlir, artıq Şuşanı ki ələ keçirir. Orada kefi yaxşı kef məclisi qurur. Ondan sonra gəlir. Hələ ki ordugahdakı məsələni danışırıq. Gürcü qardaşları bir-birinə qırdırdı. Bu Gürcü qardaşları qaçırlar da onlar. Necə qaçırlar? Onlar hara aradan çıxırlar? Qapıcı kömək edir onlara. Orada yəni qarşılıq düşür. Sonra o qapıcı da kömək edir. Onlar qaçırlar meşəyə tərəf. Həmin onda da Eldarın dəstələrinə görürlər. Orada Eldar kömək edir yəni bunlara, yemək falan verir və onlar sonra gedirlər yəni onlar. Bəli, onları öz vətənlərinə yola salır. Biz əsərin ilerleyen hissələrində həmin bu Gürcüləri köməyə çatan görürük. Hansı məqam idi o? İlyas Eldarı arxadan vurmaq istəyirdi. Sonra kömək. İlyası vurur da. İlyas Eldarın vuran kim idi uşaqlar? Kürt Musa. Kürt Musaydı, bəli. Yaxşı. Burada sonra davam edirik. Qacarın qoşununa hücum edir Eldar. Qacarın qoşununa nəyə əsasən Eldar hücum edir? Niyə məhz Eldar? Vaqif deyirdi də ona. Vaqifin göstərişi. Vaqif özü birbaşa mı göstəriş vermişdi Əli bəyə? Yox. Əli bəy Əli bəy vasitəsilə sifariş alan Eldar Qacarın qoşununa hücuma keçir. Yaxşı, artıq bu döyüş səhnəsi ki təsvir olunur, şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Bax uşaqlar, bu məsələni vurğulayım sizə. Biz dedik Hüseyn Cavadın İblisində müharibədir mövzu, ancaq müharibənin real təsviri, müharibə səhnəsi yoxdur. Bax, amma burada var. 7-ci şəkildə Vaqif dramında dağlıqdır. Arxada şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Dağ arxasından Qacarın ordusu tərəfindən yandırılmış kəndin alovları göyə qalxır. Uzaqdan arvad uşaq fəryadı eşidilir. Görürsünüz, burada müharibə təsviri var. Yəni, o təsvir burada mövcuddur. Bu kəndləri belə incidəndə kim var burada? Baxalım bir dəqiqə. Nərmin, kəndləri belə incidən zaman bu kəndlilərdən kim çıxır? Qacara qarşı durur ki, bir insaf elə, bir dayan. Bunu deyən kim idi? Və nə deyir? Bilmirəm. Mehriban deyə bilərsən? Qoca idi. Gəlir deyir ki, bəs düz dedin. Düz dedim, bəli. Deyir ki, mənim sizə sözüm var, böyük hökmdar. Bəs bizim uşaqlar hər yeri yandırmısınız, xaraba qoymusunuz bu obaları. Əmr verin ki, bəs qurtarsınlar bunu. Sonra da Qacar da burada da deyir ki, burada Koroğlular at oynadıb. Qacar da başlayır kinayə ilə demək ki, yaxşı sus qoca köpək. Sonra da heç nə qocanı deyəsən tuturlar.
Qoca qarşı yenə kobud davranır, gülür ələ salır ki, yəni burada necə qoca onun dediyinə qarşı nə edir, nə deyir? Süleymana qalmayan dünya səndə Bəli, qalmır. Süleymana qalmayan dünya sənə qalmaz, qalxıb gedir. Qalxıb gedir. Sonra sərkərdə gəlir. Nə deyir sərkərdə, nə xəbər gətirir? Deyir, arxa cəbhə çox qorxuludur. Bəs Eldarın dəstəsi irəli gəlir. Heç olmasa gizlənin. Qacar da deyir ki, atlar falan çəkin, arxaya doğru gedin də, yəni gizlənin. Bəli. Ondan sonra ki, İbrahim xan qaçır. İbrahim xan qaçandan sonra artıq Qacar Qarabağa gəlir. Qarabağ, Şuşa qalası, Xan sarayı, Qacarın keyf məclisi, məclisdə əyanlar, bəylər iştirak edir. Aydın təkrarlamısan? Bəli. Aydan bu Qarabağdakı Qacar gəlir bir keyf məclisi qurur. Ha, o məclisdə nə oxunur? Vaqifi şeirlərindən oxu. Vaqifin gətirdiyi Vaqifin qəzəli oxunur da orada. Sonra Vaqifi çağırmağa əmr edirlər bu qəzəldən sonra. Bəli. Hansı muğam üstündə oxunur? Hansı muğam üstündə oxunur uşaqlar? Rast muğam üstündə oxunur. Bəli. Hünəriniz varsa deyir bir də rast oxuyun. Sonra xanəndə başlayır Kür qırağının yaşılbaş sonasından danışmağa. Vaqifdən deyir Kür qırağından usanmaq bilmir. Könlüm yaşılbaş sorağından. Həmin o haqi yoxdurdan elə bir dəyişilmiş formada qeyd olunur. Keçər aylar, keçər illər, yaz ey Vaqif, ömür azdır. Yaxşı. Aydan, kim deyir ki, hər sözü söhbəti canlı sənətdir. Böyük təhlükədir bu şair bizə. Vəzir demir mənim. Vəzir kimi deyir? Qacar Şey, deyir. Qacar. Yox, vəzir demir uşaqlar. Orada biraz gedişat çaşdırıcıdır. Kim deyir? Mən böyük təhlükədir deyəndə Qacar deyir. Qacar Amma deyir, təhlükədir vəzirə deyir. Vaqif doğrudan deyəndə Şeyx deyir. Ay sağ ol. Deməli iki dəfə təkrarlanır burada. Vaqifin böyüklüyü və təhlükə olması. Belə düşünün də bunu. Doğrudan da deyir təhlükədir. Birinci fikir səsləndirir Qacar. Vəzirə xitaben vəzir deyir. Sonra da şeyx də yanında yaltaq idi axı, nə deyirdi? Təsdiqləyirdi. Deyir, şahım, təhlükədir Vaqif doğrudan. Onu gözünüzdən qoymayın bir an. Yəni onun dediyini doğrudan deyib təsdiqləyən yenə də şeyxdir. Həm də Eldarla olan əlaqəsində deyir. Bəli. Asıl, düzdür. Sonra keçirik Vaqiflə Qacarın dəyişməsinə. Aydan, bunu ümumi soruşacağam səndən. Bu Qacar Vaqifdən ümumiyyətlə nə istəyirdi? Tələbləri, istəkləri nə idi ondan? Fars dilində yazmağı istəyirdi onu. Özünə, yəni sarayda yaşayıb fars dilində yazmağı istəyirdi. O da qəbul eləmirdi bir şey. Bəli. Bunu qəbul eləməyəndən sonra atır onu həbsə. Bəli. Artıq acıqdır. PDF-ə baxmışıq uşaqlar. Bəli. Yaxşı. Keçək onda PDF-ə. PDF-də artıq Vaqif həbsə atılıb. Vaqif həbsə atılandan sonra Nigar, vəziyyət necə dəyişir? Nə baş verir? Vaqifin Əli ilə birlikdə həbsə atılır. Elə sonra Vidadi gəlir bunların yanına. İlk məncə Rahman gəlmişdi. Artıq səhvini başa düşmüşdü də, amma Vaqif onu bağışlamır. O gedir, gedən kimi də Vaqif sonra peşman olur, çağırır. Artıq qapıçı Qeyqani deyir ki, Xuraman özünü atıb qayadan. Sonra Vidadi gəlir, Qacarın qarşısına qədər yalvarır. Vaqif də əsəbləşir, sən bunu yalvarma da. Yəni bu cəllad heç bir şey anlayan deyil. Bəs Vidadi keçirmi Qacarın qarşısına Vaqif üçün? Bəli, keçir. Orada nə olur? Nə deyir və nə cavab alır? Qara torpağı Kim deyər uşaqlar? Yaxınlaşdın, bəli. Orada uçsa da qara torpaq.
Yenə də bir qüdrəti var deyir elə bir şey. Qacar nə deyir bəs? Yadıma. Yenə də Vidadiyə qarşı o qocaya verdiyi reaksiyanı verir də. Yəni dinləmir, fikrinə, sözünə əhəmiyyət vermir. Ondan sonra Vaqif də Vidadiyə deyir ki, yalvarma sən deyir o caylarda, deyir hələ baş əyməyib, deyir bu böyük vətən. Ondan sonra da ümumiyyətlə əsəbləşir, deyir görürsən, deyir yəni mən onu deyir nə qədər incitsəm mənim haqqımdır. Çünki Vaqif sözündən geri durmurdu. Bəs necə tamamlanır Nigar əsər? Əsər sonunda elə bir ki, Əli bəylə Vaqif Yusufzanı azlayırlar, Eldarın dəstəsi gəlir, Qacar öldürülür sonda qoca tərəfindən. Qacarı qoca öldürür, Qapıçı Zülfüqar. Qapıçı öldürür. qapıcı Zülfüqar öldürür. Əsərdə Qacarın, Vaqifin hansı şeirləri deyilir? Bəri bax. Bax, görmədim. Bəri bax, qoşmadır Nigar və sevgiliyə müraciətən. Həsrətim çəkdiyim canan bəri bax, gecə gündüz fikrim zikrim əzbərim, zülfü taqətim aman bəri bax. Burada elə bir məsələ ki, Görmədim, baxıram mən. görmədim müxəmməsini həbsdə olanda deyir. Sonra Qacar öləndə bax qəzəlini Bir daha deyir. deyim. Hə. Bir dənə qaldı. Bir dənə də şeir var uşaqlar. Bu Muradın dilindən nə verilir? Qoşma verilir. Xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır. Nə badi səbadan, nə şanədəndir. Deməli, nəticədə Vaqifin müxəmməs, qəzəl və qoşmasının biz şeirdə əsərdə səsləndiyini görürük. Elsəvər, əsərin təhlili də ümumiyyətlə təhlil baxımından necə bir əsərdir, məqsəd nə idi yazmaqda, qəhrəman nə qədər bir tarixi şəxsiyyətdir. Əsərin mövzusu tarixi mövzudan götürülüb 18-ci əsr Qarabağ xanlığı. Müəllifin ilk dramatik növdə yazdığı əsərdir. Həm də heca vəznində yazıb. Yəni ilk dramı heca vəznində yazılıb və Səməd Vurğun bundan söhbət etdi ki, heca vəznində irəcimli əsərlər yazmaq mümkündür. Burada əsas baş qəhrəman göstərən 18-ci əsr Qarabağ xanlığının vəziri Vaqif. Burada problem nə idi? Problem yad dillərin ölkəyə hücumları idi. Qacarın yürüyüşü idi. Qacar burada elə bir ki, qan tökən bir hökmdar kimi təsvir olunur və Vaqiflə Qacar arasında, İbrahim Xəlil xan arasındakı konfliktlərin səbəbi də elə bir Vaqifin xalqın tərəfində durmasıdır. Vaqif elə bir ki, xalqın düşünən beyni, deyən dili hesab olunur. Bir də ki, burada digər müsbət obrazlar da var. Məsələn, Eldar var. Eldar xalqın vuran əli hesab olunur. Vaqifin dostudur. Daha sonra bu əsərdə Vaqifdən başqa demək olarsa, məsələn, İbrahim Xəlili qarşıda öz mövqeyində xalqın müdafiəsində durur. Və bu Vidadi obrazına da yer verir. Vidadi vəfalıdır Vaqifə qarşı və əsər elə bil ki, onun namaz üstə olmağı ilə başlanır. Daha sonra Vaqif ona gəlir, Əli bəyin toyuna dəvət edir. O da razılığını bildirir. Bundan əvvəl də Fətəli xanın adamları Qubalı Fətəli xanın Vidadiyə demişdi ki, gəl, yəni saraya dəvət edilmişdi, amma sarayları qəbul etməmişdi Vidadi. Hətta o Vaqifə də demişdi ki, gəl, elə bir İbrahim Xəlil xanla onun arasındakı münasibəti gərginliyi görəndən sonra demişdi, sən də gəl qayıt kəndimizə. Amma Vaqif razılaşmamışdı. Çünki deyirdi ki, hələ mən elə bir xalq üçün mübarizə aparmalıyam. Amma məsələn biz onu yəni yalnız vəzifə düşkünlüyü kimi görmürük. Çünki Xuraman deyəndə ki, sən vəzirlikdən çıxardacaq, o demişdi, yəni nə olacaq? Vəzir olmasam nə olar? Yəni biz artıq bu görürük ki, vəzirlikdə sadəcə bu əsərdə vəzirlik Vaqif xalqı qorumaq üçün lazım idi. Yəni bir vəzifə kimi istəmirdi vəzirliyi. Yaxşı, keçdi Rəsul Rızaya. Rəsul Rıza, Azərbaycan ədəbiyyatında amin. Xəccini oxumusan? Vaqif canını oxumuşam. Vaqiflə nəyi? Vaqifi. Təkcə Vaqifi. Nə vaxt yazılıb Vaqif? 1931-də. Mövzusu nə idi Xəccə? Mövzusu
Nədən danışır Vaqif dramında? Vətəndən. Necə bir vətən? Vətənin problemi nə idi? İlk döyüş gedirdi. Vaqif kimlə üz-üzə gəlir əsərdə? Qacar. Qacar. Qacar nə istəyirdi Vaqifdən? Fars dilində yazmağı. Başqa? Fars dilində. Bəs niyə görə Vaqif istəmir fars dilində yazmağı? Nə deyirdi? Farsın da deyir, şairləri var deyir. Bəs Vaqifin tərəfində duran əsərdə obrazlar kimlər idi? Vidadi. Sonra başqa, müsbət əsərdə obrazlar başqa, mənfi və müsbət qismdə dayananlar kimlər idi? Əlibəy. Günlar. Aha, kim idi Əlibəy, kim idi Günlar? Əlibəy oğluydu. Günlar da gəlini. Hı -hı. Onların evində münasibət necə idi? Yaxşı. Mehribançılıq idi. Biz bunu hansı məqamda görürük? Günların anası evə gəlməyə baxanda. Əminə gəlir evdəki mehribançılıqdan razılığını bildirir. Qacarın aqibəti necə olur Xədicə? Axırda qapıçın öldürür. Kim idi qapıcı? Zülfüqar. Əsərdə Vaqifin tərəfində duran obrazlar dedik. Bəs bu vətənin müdafiəsində Vaqifə kömək edən kim idi? Eldar. Hansı formada kömək edirdi Eldar Vaqifə? Vaqif zindana salınanda qoşununu da götürüb gəlib köməyə. Bəs İbrahim xan harda olur? Niyə o vətəni müdafiə etmir? Axı xan o idi. O qaçıb gedir Dağıstana. Dağıstana gedir. Yaxşı. Amin, sənlə davam edirik. Biz nəyi? Çınar ömrünü. Görün bu Rəsul Rza Çınar ömründə nə təsvir edirdi, nə deyirdi? Çınar ömrü müəllim Çınara həsr edilmişdi. Çınar ağacına. Burada onu Vüqar əzəmət rəmzi kimi göstərir. Ondan sonra bütün insanlara Çınar kimi uzun ömür yaşamasını istəyir, amma uzun ömürlü olması ilə deyir, onun kimi şərəfi, enişli yoxdur elə. Yəni uzun ömürlü yaşaması ilə bağlı deyildi. Ondan sonra hamı kimi onun kimi gileydən uzaq olmasını istəyirdi. İstəyir hamı elə uzun ömür yaşasın. Hamı uzun ömürlü yaşamasın, Çınar kimi şərəfli ölüm yaşasın. Bəli, Çınar kimi şərəfli ömür yaşasın istəyirdi. Qızılgül olmayaydı poemasını nə vaxt yazır, niyə yazır? Qızılgül olmayaydı o repressiyaya məruz qalır. 1963-də yazılır. Ondan sonra burada 63-də yazılır, yoxsa 63-də çap olunur? 63-də çap olunur. Daha əvvəl yazılmışdı, bəli. Bəli, 63-də çap olunur. Burada xalqımızın qarətə taleyinə olan, yəni nə deyim, repressiyaya məruz qalmadan bəhs olunur. Əsər necə başlayır? Əsər Müşfiqin yoldaşının elə şairin evinə gəlməsi ilə. Əsərdə onlar Dilbəri kim qarşılayır? Dilbəri şair özü qarşılayır da mənim evində. Başqa heç kəs yox idi yanında. Orada Müşfiq obrazının təsvir verilib, tam belə iştirak eləmir. Arvadı Nigar Rəfibəli var idi. Deyir ki, baxdım sənə, bilmirəm. Bu sən idin, onun Dilbəri. Baxdım sənə, bilmirəm. Bir saat ya da bir an, həyəcanla, heyran. Səsimizi eşitdi, tez gəldi şairə də. Şairə deyəndə Rəsul Rza həyat yoldaşı Nigar xanımı nəzərdə tutur. Görəndə səni birdən yerində dondu qaldı. Sonra da qollarını sınıq bir budaq kimi sənin boynuna saldı.
Yəni qucaqladı, hal-əhval tutmaq mənasında, üzünü tutdu yana, bütün vücudu əsdi, sən də qoşuldun ona. Elə bir göz yaşları sözün yolunu kəsdi. Yəni qucaqlaşıb ağlaşırlar. Töküldü damla damla, dərd nələr etmir adama bildirir. Hə, sonra Rəsul Rza dedi ki, müşfiqi yada salır əsərdə. Hə, amin. Müşfiqi necə bilinir, necə təsviri verilir? Müşfiqlə bağlı hansı məqamlar əsərdə ad keçir, fikir keçir? Müşfiqi yaşlı uşaq adlandırırdı onu. Bəzən bir tikanı gələn nətərin bağı söyər, ondan sonra bəzən də ki, bütün saxta gülüşləri inanırdı o. Ondan sonra onun çıxışların birində də orada bir neftçi gəlir səhnəyə, onu özü alqışlayır, ondan görüşür. Onu deyir ki, yəni oxutar elə. Onlar mənim Gənc İşçi qəzetində bir yerdə tanış olurlar. Yaxşı, davam edək səndən. Müşfiqi xatırlayan zaman Rəsul Rza öz dostluqlarını xatırlayır. Və əsər hansı üslubda yazılıb? Bu keçmişə dönüb xatirələri qələmə alan üslubu necə adlanırdı? Poema. Retro perspektiv üslubda yazılıb. Retro keçmişə dönüş deməkdir. Yəni keçmiş xatirələr əsasında. Hə. Nəyi yad edirdi? Dostluqları necə təsvir edirdi? Deməli, burada Müşfiqin şeir oxuyarkən adəti üzrə gözünü bağlayıb şeir oxumasından, gecə düşüncəsində şeiri var idi ki, orada deyir ki, fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki, bundan əvvəl nə göy, nə yer, nə torpaq, nə ağac dallarında bir yaşıl yarpaq olmuş. Sonra Oxutar şeirindən bəhs edir və burada Müşfiqin yəni onunla bir oxumasından, deyir ki, bəzən elə olur ki, onun balaca daxmasında sübhə qədər şeirlər oxuyardıq, məzəli-məzəli deyir, o dəli, mən dəli. Sonra deyir, burada şirin çörək yeyərdik birlikdə. Bundan sonra Natavanı, Puşkini, Natavan, Puşkini, Nədimi yada salır. Gülini, Bayronu, Sabiri. Sonra Tərcümə edərdilər. Ruh. Nə? Ruh. Demon. O kimdir? Demon bir də Lermontovdan tərcümələr edərdilər. Sən baxdın, amma tam baxmadın ha ora. Donruq nədir? Onlar tərcümə etdikləri zaman tərcümələri də onlar qeyd edirlər ki, yəni o deyirdi, bu deyir, donduq ruh deməkdir, son güh deməkdir. Yəni tərcümə gedişatını orada bizə çatdırır. Əsas odur ki, Lermontovla demondan tərcümələr edərdilər. Sonra deyir ki, biz belə sevindikcə, yəni iblis orada qəhqəhə çəkib gülərdi, çünki ayrılığımızı görürdü. Deyir ki, yəni bir gecədə o getdi, geri gəlmədi. Deyir, gecə yoxa çıxanları gündüz kimi axtardı, evinə getmədim, səni axtarmadım. Özünü günahkar hesab edirdi biraz da ki, yəni kaş gedib axtaraydım onu. Deyir, neçə ananın gözü yaşlı qaldı. Neçə gənc yəni bir gecədə soldu çiçək kimi. Dostlar dönüb nəyə olur? Necə təsvir? Dostlar bir müddət... Yoldaş. Dostlar yoldaş oldu deyə, yox. Dostlar, yəni yoldaşlar, vətəndaş oldu. Yəni, bizə ən yaxın olanlar deyir, dönür vətəndaş olur. Sıravi bir vətəndaş. Qocalar nə olur? Əyməyin. Qocaların da qəttə əyildi, əyməyim deyir. Nərminə, bax bu əsərdə repressiya qurbanlarının və repressiya qurbanlarına səbəbkarların adları ifşa üsulu ilə bildirilirmi? Adları çəkilmişdi, nəzərət edilmişdi, amma ifşa üsulu ilə. Elə adlarını çəkməyi ifşa etmək deməkdir. Həm də repressiya olanların adı çəkir, yoxsa təkcə onları günahkar olanların adı çəkir? Günahkar olanları deyil.
Cəzasını. Günahkar olanlar əziyyət çəkir. Kimlər idi onlar? Markaryan polislər, baronlar, xorenlər idi. De Petroviçlər. Ola bilər testdə deyər ki, sizə Cavidin, Müşfiqin, Cavid, Əhməd Cavadın, Müşfiqin, məsəl üçün bunların repressiya qurbanlarının adı və onların günahkarların adı çəkilir. Ancaq günahkarların, onlara bais olanların adı çəkilir. Bəs Nərminə özünü nədə günahkar hesab edir və ya özünə də təsəlli tapır? Orada yəni o dediyi kimi axtarmadım, yəni gəlmədim. Sizin evə getmədim, ehtiyac yox idi, ehtiyac görmürdü yəni getməyə. Ona pişman olur. Bir də ki, orada səsini çıxarda bilərdi, imza məsələsi demişdi deyəsən. Orada yəni Bedin heç bir hərəkət göstərmir, ona görə özünü məzəmmət edib pişman olur. Və bu əsəri yazmada bir bizdən işıq edir özünü. Bəli. Səsini çıxarmadım deyir. Etiraz etməməyi belə özünə günah hesab edir. Yəni təsəllisini tapır ki, mən imza atmadım, ancaq cəmaatı ayağa qaldıra bilərdim, etiraz edə bilərdim. Yaxşı, bu şairlərimizə həsr olunan əsərlər sevər. Gəl ədəbiyyatımızda biraz yadımıza salaq, ümumiləşdirək. Məsələn, Rəsul Rza Qızılgül olmayaydı, deyir, Mikail Müşfiqə yazıb. Başqa ədəbiyyatımızda hansı ədiblərə həsr olunan əsərlər var? Son gecəni məsələn Nəsimiyə yazıb, Füzulini elə Füzuliyə yazıb, bir də xalq şairi Mirzə Əkbər Sabirə, daha sonra Bəxtiyar Vahabzadə, sonra Mirzəlalda da var idi ki, Sabirin həyatından yenə bəhs eləyirdi. Sonra Bəxtiyar Vahabzadədə də var idi. Mirzəlalda hansı əsər idi Sabirdən bəhs edən? Yolumuz dayanıdır. Yolumuz dayanıdır. Tək Sabir deyildi orada, Sabir və onun ədəbi mübarizəsindəki olan sənətkarlar, yəni 20-ci əsrin əvvəllərindəki nümayəndələr də əsər dadı keçirdim olan səfirçilərdən. Məsələn, Bəxtiyar Vahabzadə Şəbi Hicran poeması Füzulinin həyatından bəhs edir. Bəli. Yaxşı, Mircəlaldan davam edirik. Mircəlalın Yolumuz Dayanıdır dedik. Bir də Mircəlalın var avtobioqrafik romanı. Desəvər, o hansıdır? Yaşıdlarım. Yaşlılarımdır. Kim idi yaşlılarımdakı avtobioqrafik obraz? Elə bir Kərimzadənin simvolunda milli ziyalılıq problemi qaldırmışdı. Özünün bir növ obrazı deyə bilərik. Bəli, özünün prototipi idi. Kərimzadənin taleyini əks etdirməklə milli ziyalılığın problemlərini qabardırdı deyə bilərik. Mircəlalın bəs elmi yaradıcılığına nə daxildir? Ədəbiyyatşünaslığın əsasları, daha sonra Füzulinin yaradıcılığını xüsusilə, sonra Azərbaycanda ədəbi məktəblər, 20-ci əsr Azərbaycan ədəbiyyatı kimi elmi pedaqoji əsərləri var. 20-ci əsrin Azərbaycan ədəbiyyatı dərsinin müəllifidir. Füzuli sənətkarlığı monoqrafiyasının müəllifidir. Bunlar elmi fəaliyyətdir. Var da ədəbiyyatımızda hökmdar olub şair olanlar, elmi fəaliyyət göstərib, həm də bədii fəaliyyət göstərənlər mövcuddur. Yaxşı, Bahardan danışaq Gülsənəm. Bahar, Gülsənəm, buradasan. Nərmin və Gülsənəm. Qızlar, sizinlə danışmamışıq bu günüz. Bəli. Gülsənəm, Bahar hansı əsərdəndir? Bir gəncin manifest romanı. Bir gəncin manifestindədir. Bir gəncin manifestində Bahar necə təsvir olunur? Nikbindir, bədbindir. Nə idi Baharın problemi? Bahar orada Bahar özü Nikbin obrazı idi. Amma onun istifadə etmişdilər. Yəni ki, sonda o ölmüşdü. Yəni onu tapmışdılar. Qış günü idi. Şaxtalı bir gün idi. O isinməyə çalışırdı, amma onu qovmuşdular. Nəyin üstündə qovurlar Baharı? Ona o demişdi ki, it aparıb əti. Onlar inanmırdılar. Deyirdilər ki, onu sat, pulunu gətir. Təkcə Məşədə Abbas mı qəddar idi əsərdə? Xeyr, onun oğlu da qəddar idi, həyat yoldaşda. Bəli, hamamçı da burada və burada təsvir olunur.
Yaxşı. Danışaq biz açıq kitabdan. Gülsənəm. Açıq kitab ümumiyyətlə əsərin mövzusunu hansı dövrdən götürülüb? Nədir mövzu burada? Sovet dövründən götürülüb. Sovet dövrüdür, bəli. Daha dəqiq desək, Universitet həyatı. uşaqlar 20-ci əsrin 30-cu illərində cəmiyyətdə gedən mürəkkəb proseslər dövr üçün səciyyəvi hadisələrdən götürülmüşdür və müasir mövzuda yazılmış əsərlərdən hesab olunur. Müasir mövzu. Çünki o vaxta qədər universitet həyatı, iş həyatı, belə bir əsər çox yazılmırdı. Əsərdə də ideya baxımından odur ki, düzlük, doğru, həqiqət bir gün qələbə çalacaq, mütləq bərqərar olmalıdır vacibliyi vurgulanır. Nərmin, əsərdə müsbət və mənfi qütbləri təmsil edən obrazlar hansılardır? Ay Nərmin, buradasan? Nərmin, sən bu qonaqlıqdasan deyəsən. Nə görüntün var, başa düşdüyü ona, amma səsin də yoxdur. Amin. Amin. Amin də yoxdur. Buradadır. Diqqətin buradadır, Amin. Bəli, mənim qulaq asıram. Hə, Açıq kitabdan soruşsun. Aysel. Onda səndən davam edək. Müsbət və mənfi qütbləri təmsil edən obrazlar kimlərdir? Misal üçün mənim Gəldiyev mənfidir, Vahid müsbətdir. Gəldiyevçilər kimlərdir? Başqa Gəldiyevlə eyni qütbdə dayanan kimlərdir? Kimdir və yaxud da? Misal üçün Verdiyev də onun kimidir. Bəli. Əsər necə başlayır? Əsər ata Sadıq kişi, yəni oğluna ərzaq bağlaması hazırlayır ki, oğluna göndərmək üçün və qapıdan çölə çıxanda da bir-birinlə qarşılaşırlar. Bəli. Əsər romantik üslubda yazılıb, yoxsa satirik romandır? Əsər müəllim satirik romandır. Bəli, satirik romandır. Həqiqətən Sadıq kişi onların günahlandırdığı kimi arıçılıq təsərrüfatı ilə məşğul idi. Arıçılıq təsərrüfatı ilə məşğul idi, bəli. Amma yəni kolxoza hesab verməmək məsələsi deyildi, yəni Vahidin məktəbdən atılması. Elə var idi uşaqlar. Orada sənətdə atasını danmamışdı, amma Gəldiyev elə bir, hətta Gəldiyev orada da deyirlər ki, o atasını danmayıb da qeyd edib, yəni özünün gəliri yoxdur da. Amma Gəldiyev isə Rübabiyə sevdiyi üçün ona görə onu universitetdən uzaqlaşdırmaq üçün eləyirdi əsas. Bəli, Həm yəni ki, artistlərlə məşğul idi, amma burada deyir ki, kolxozu deyilsən, təksən, ona görə bəhanələr oldu deyir. yəni elə bir şey yox idi. Bəs nətər olur ki, Amin, Vahid bax bu hissənin sonunda günahsızlığını sübut edə bilir, universitet təzədən bərpa oluna bilər. Necə baş verir bu problem, necə aradan qalxır? Vəzirbəyliyin yoxlanışı ilə, həm də Polodov da baxır ki, biraz institut haqqında. Vəzirbəyli deyir, mən oxumuşdum, ürək olan, lakin bəyənməmişdi onu. Deyir ki, də belə olubdu, yəni. Həm də gördü ki, Vahidin proyeksiyası yoxdur burada, həm də. Yox, birincisi onun proyekti hələ var ora qədər. Biz burada danışırıq birinci hissədən. Birinci hissədə onun universitetdən atılıb, necə bərpa olunur, onu soruşuram. Universiteti necə bərpa olunur? Gəldiyev özü edir də, xasiyyətnamə hazırladır ona. Daha dəqiq. Kimdir? Münsiflər heyətinə də göndərir də. Orada mən Gəldiyev milis idarəsinə də müraciət eləmişdi ki, yəni o bəlkə universiteti yandırmaq üçün gəlib, amma milis idarəsi ona önəm verməmişdi. Verdiyev orada çəkinmişdi, çünki həm komsomol onların xəbərsiz olmaqdan uzaqlaşdırmışdı, həm də demişdi ki, komissiya gələcək. Hətta Gəldiyev ona demişdi ki, deyəsən rüşvət alıb komissiya, Vahidi uzaqlaşdırmaqdan bizim komissiya göndərirlər. Verdiyev də başa düşdü ki, artıq onun başına iş gələcək, ona görə qorxusundan bərpa elədi onu universitetə. Yəni, həm də Səttarzadən onun zaminliyi də burada önəm daşıyırdı. İkinci hissəyə keçsək, ikinci hissədə artıq aradan illər keçir və bir qədər fərqli
məqam görürük, amma xislət yenə də özünü göstərir. Hə, Aydan, əsərin ikinci hissəsində nədən danışır? Bax, əsas orada problem nə idi? Mən bu təzədən qayıdır da öz yoldaşlarının arasına, oradan burada. Bir də ki, Gəldiyev evlənir orada, hansı bir dənə qız var idi. Mən o qızın adı yadımdan çıxdı. Rübabə. Hə, Gəldi bir vaxt. Ortasında Ağca idi. Vahid idi. Necə Nigar? Gəldiyevin yoldaşının adı Ağca idi. Evlənən Vahid idi. Hə, Gəldiyev dedi. Hə, mənim fikrim evlənir dedi. Evlənmə məsələsi orada Rübabə ilə Vahid arasındaydı. Toy onlarda təsvir olunur. Hə, o da Ağca ilə evlənmişdi, Gəldiyev. Onu deyirdin sən. Bax, bu layihə nə məsələ idi? Kimin layihəsini kim götürürdü? Layihənin məqsədi nə idi? Niyə görə Gəldiyev belə bir hərəkət edir? Gəldiyev götürmüşdü. Vahidin, yəni oğurlamışdı da onun layihəsini. Öz layihəsini bəyənilməmişdi deyə onun layihəsini götürmüşdü, köçürmüşdü də. Vahidin layihəsini də atmadı ki, özünə lazım olar, orada öyrənməli olar deyə. Məsələn, hə. Bəs niyə öz layihəsi bəyənilməmişdi? Kim bəyənməmişdi? Kim ona mənfi rəy vermişdi ki, bunun ehtiyat edirdi təzədən? Vəzirbəyli bəyənməmişdi. Hə, Vəzirbəyli idi. Gəldiyevin diplom altını alandan sonra ilk tikinti işini irad tutan və onu hörmətdən salan Vəzirbəyli idi. Bilirdi ki, o fərasətsiz biridir. Yaxşı. Bu Ağca xanım bilərəkmi Gəldiyevi satır? Yox, bilərək satmır. Hə, uşaqlar? Yox, bilərək olmur. Evə Vardı da gəlmişlər. gəlib götürüb. Deyəsən qalib olmasın. Yəni elə bilir ki, həm İldardan Cəfər verir onu əsəri. Yəni. Dəniz, bəs əsərin sonunda necə olur ki, bax bu oğurluğun üzüstü açılır. Daşa düşülür ki, əslində bu oğurluqdur və bu Vahidin layihəsini sən demə, Gəldiyevin yox. Sonda orada yadımdan çıxdı. Sonda bilirlər ki, bunu elə göstərmişdi çünki elə bil Gəldiyev şeyini layihəsini. O da elə bir yəni dediyi layihə kimi deyildi də. Ona görə Vəzirbəyli onun proyektinə baxmışdı və demişdi ki, nətər olur ki, mən bunu oxumuşdum, amma bu əvvəlki kimi deyil də. Sonradan görür ki, Verdiyevində Vahidin də ortada əsəri yoxdur və deyir ki, Gəldiyevə, sən öz Vahidin əsərini geri ver də. Hə, elə birbaşa demir, adam göndərirlər, yoxlanış edirlər, onun evindən çıxır. Ondan sonra artıq müəyyən olunur. Bəli. Hətta orada məğlubların zərflərin açılmasını hətta istəmir Gəldiyev. Çünki bilirdi ki, açılsa bilinəcək ki, 2 dənə layihə eynidir və Vahidin layihəsidir. Aysun. Əsərin sonunda deyir ki, sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz. Bir də hansı əsərdə deyir ki, insan məğlubiyyət üçün yaranmayıb. Qoca və Dəniz Əfəndi. Yəni, Qoca Dəniz burada da deyir ki, sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz. Bu kimin dilindən deyilir uşaqlar? Poladovun yoxsa Vəzirbəylinin? Ümum səsləndirir onu. Buna görə müəllifin dilindən deyilir, verilir. Bəli. Yaxşı uşaqlar, vətən yaralarına da baxaq. Vətən yaralarında suallarım var. Nərminə, neçə dost idi? Kimlər idi? 3 dost idilər. Kimlər idi? Deməli, Nəsrəddin vardı. Təhkiyyatçı vardı, onun adı verildi. Sadəcə təhkiyyatçı olduğunu bilirdi. Əsər onun adına danışılır. Bir Nəsrəddin var idi, bir də Lətif var idi. Lətiflə Nəsrəddinlə Cəfər tanışmışdılar. Lətif yəni tərsinə idi qarşıladım. Lətif haqqında məlumat verir ki, burada deyir, çox üzü yola üzü aşağı insan uşaqdır. Burada anasını deyir ki, anası nümayəndə idi və anasının adı Mina idi. Çolar kəndindən idilər. Lətifin atası yox idi, bir də
Aralarında ən balacası o idi. Ona görə də belə gətir-götür işlərdəyim. Yəni hər işi onu göndərərlər çadır 2 yaş balacaydı Nəsrəddindən Təhkiyəçidən. Bunlar məktəb yoldaşı olduğuna görə eyni yaşdaydılar. Lətif onlardan balacaydı. Hə. Əsər necə başlayır? Nəyin təsviri ilə başlayır? Deməli, burada Təhkiyəçi yaralanmışdı. Döyüş səhnəsindən başlayır. Orada yaralanmışdı və artıq orada özünün keçirdiyi hisslərdən danışır. Daha sonra onu xəstəxanaya aparırlar və deyir ki, mən gözümü deyir, sakit bir otaqda açdım və başının üstündə həkimi görür gözünü açan zaman. Burada tibb bacılarını görür. Tibb bacıları və həkimi göründən sonra artıq həyata döndüyünün fərqinə varır. Ondan sonra bəzi düşüncələr yer alır. Bax, bu düşüncələr nə idi? Burada birinci deyir ki, deyir, mənə elə gəlir ki, deyir, xəstənin fiziki həyatından çox, daha çox bunun mənəvi həyatı var deyir. Burada zərif xəyallar aparır deyir insanı. Daha sonra 2 ömür istəyir burada. Deyir, 2 ömür istəyirəm. Birinci ömür elə olsun ki, təcrübə ömrü olsun mənim üçün. Yəni, burada deyir, dünyanı öyrənim, burada qapalı adamları öyrənim və s. belə fikirlər səslənir. Deyir, sonra imtahan olsun, imtahandan keçsəm, mənə 2-ci ömür verilsin. 2-ci ömür isə həqiqi ömrüm olsun. Yəni, burada artıq mediada normal insanlar kimi deyir, anasından danışır burada. Mehriban deyir, anamın qucağına atılım. Daha sonra yıxıla-yıxıla durum, yeriyim, ağı qaradan seçim və s. Yəni, burada arzularını artıq gerçəkləşdirmək istəyirdi 2-ci ömrünü. Sonra bu hisslərdən doymadığını dilə gətirirdi. Bəli. İndi burada biraz keçək nəyə? Nə qədər müddət Nəsrəddin, yox, bu Təhkiyəçi xəstəxanadan sonra nə qədər müddət dostlarından uzaq qalır? 2 həftə idi. 2 ay. 2 ay. 2 ay evə getməli olur. 2 ay evə getməli. Çünki dostlar haqqında məlumat verir. Ondan sonra bunu 2 ay evə təyin edirlər ki, cəbhədə yaralanıb gedib sağalsın. Evə getmək lazım olanda da dostları gəlir, hərəsi ona bir tapşırıq verir evə gedəndə. Hə. Nigar, nə tapşırıq idi? Kim nə tapşırıq? Nəsrəddin nə deyir? Lətif nə deyir? Nəsrəddin deyir ki, universitetə get, gör Ədil müəllim orada neyini, uşaqlar neyini. Sonra evimə get deyir. Anam yəni qoy oğul səsi eşitsin. Sonra tarımın tozunu al deyir. Bunlar Nəsrəddin deyir. Lətifə gələndə isə bu da deyir ki, kəndə gələndə deyir ki, Cövşənə get, Dişli Qaya tərəfə çıx deyir. Sonra o da yenə anasına baş çəkməyi tapşırır da. Bir də şəkil verir. Deyir, imkan olsa mən məktəbimə dəy, Ədil müəllim bax gör ordadır. Ədil müəllim hansı deyir? Lətif. Lətif deyir. Deyir, ev ünvanımı onlara ver, bəlkə mənə məktub yazıb eləsələr, yəni evə getsin məktublar. Yaxşı, Təhkiyəçi... Səhlər yığmaq fikirdir, dəstə bağlılardan, Adrançı, Lalə, Bənişə, Nərgiz. Təhkiyəçi evə gedəndə anası bilirdi evə oğul gələcək cəbhədən. Yox. Bilmirdi, bəli. Yaxşı. 2 ay gedir evdə qalır, tam sağlanmaq üçün Təhkiyəçi. 2 aydan sonra təzədən cəbhəyə qayıtmağa hazırlaşır. Cəbhəyə qayıdanda qonum qonşu ətrafı onun çoxlu sovqat gətirir. Mehriban o bütün sovqatları yığıb aparır, cəbhəyə gətirirmi dostlarının yanına? Hamısını gətirir də. Amma hamısını açmırlar. Yox. Hamısını götürmür. Deyir, bu icazə yoxdur, bunu icazə verməyəcəklər aparmağa. Anası bir dənə qutu qoyur, o qutunu gətirir. Amma ana da nə tapşırır onu verəndə? Deyir, yəni bölüşərsən də, üçünüz bir atarsın. Bəli, üçünüzün payıdır deyir. Üçünüzün payıdır deyir. Yaxşı, sonra Elsəvər, cəbhəyə qaydanda Təhkiyəçi nəyə şahid olur? Nə görür? Haradaydı dostları? Qarşılayırlarmı onu? Qarşılaya bilmir, çünki artıq Lətif yaralı, xəbərini alır ki, Lətif artıq çox ağır yaralanıb, 2 güllə yarası var və mina qəlbəsi də hətta alıb. Hətta deyirdilər ki, yəni vəziyyəti heç yaxşı deyil və ölümcül vəziyyətdədir. Amma bu Nəsrəddinlə birləşirlər, yəni istəyir ki, həkimlə mütləq yəni onu görmək istəyir də. Amma orada tibb bacısına gəlib yaxınlaşır bilər. Onlar deyir ki, yəni həkimin xasiyyəti çox tündür.
Yəni o icazə verməz də, yəni mən icazə yoxdur. Amma bunlar da bir təhər razı salırlar. Ondan sonra gəlir Lətifi görməyə. Bəs bu Nəsrəddin yaralanmamışdı, ancaq Lətif yaralanmışdı. Lətif ağır vəziyyətdə idi. Nəsrəddin də Nəsrəddin də yaralanmışdı qalmışdı, amma yük Lətif ağır yolundan. vəziyyətdə. Deməli, uşaqlar döyüşdə cəbhədə 3 yoldaşın üçü də yaralanmışdı. Onlar içərisində ən ağır Lətif idi. Çünki Lətif xəstəxanada 2 ay yarım qalır. Ondan sonra çıxır. Bu hadisəni təhkiyə edən 2 ay evdə qalır, evə göndərilir. O da yaralı idi. Amma ağır olaraq deyəndə biz Lətifi görürük. Nəsrəddin sadəcə qolundan yaralanmışdı. Hə, indi sonra nə olur? Boxçanı açmaq üçün gözləyirlər. Hamısı bir olsun, ayağa qalxsın. Yəni təsəvvür eləyin, hadisənin nəql olunmağa başlamasından bütün dostların təzədən bir araya gəlib oturması nə qədər müddət çəkir? Ümumən 4 ay, yarım 5 aya yaxın bir müddətdən danışır. Amma sovqat, ananın sovqatı nə qədər müddət sonra açılır? 2 ay yarım sonra. O sovqat 2 ay qalır. Nə çıxır Sevər sovqatda? Nə qoymuşdu? Nə payı idi orada? Əl dəsmalı var idi. Ondan sonra ətirli sabun, meyvə sovqatı qoymuşdu. Hətta deyirdi ki, Quruları. kişmiş meyvə quruları, hətta deyir ordubad almasına qədər qoymuşdu anası. Bəli. Əlcək toxum qoymuşdu. Bir cür toxunma əlcək var idi hər biri üçün. Deməli, uşaqlar, bunlar uzun müddət qala biləcək məhsullar idi. Əsər necə tamamlanır ən sonda? Orada fikirləşsinlər ki, ana vətənimizdən razı Bəli, ana vətən bizdən razı olsun. Yəni biz bu qəhrəmanları həm də vətənpərvər obrazda görürük. Onlar vətənin ondan razı qalmağını da istəyirlər belə. Qaldı bizdə nəsə danışası? Belə uşaqlar, 2 dərsi inşallah yekunlaşdırır. Axırıncı dəfədə bir dəfə ümumi sual cavabımız olacaq. Test yazmışsınız. Bəli. Bəzilərində vəziyyət yaxşıdır, bəzilərində yaxşı deyil. Xırdalıqlı bilməsəz çətin olacaq. Birinci hansına baxırıq uşaqlar? Nə işləmişik? Elm mövzuya baxırıq. Uşaqlar, test tezliyi mən tamamda çıxmalıyam. Vaxtımız çatsın. Ay, bizim keçən dəfə testimiz qaldı. Ədəbiyyatda qaldı, ana dilində. Ədəbiyyatda qaldı. Hə, Gəlin dəfə baxaq tezliklə ona. hansı mövzu qalmışdı bizdə? Sınaq idi, mövzu idi. Mövzuya baxırdıq, işıqlar söndü sizdə deyəsən Hə, yarım qaldı. çıxmayın uşaqlar, sonra da gec gəldi. Əlimdə də sönmüşdü, zərifkalar da yox idi deyə qoşma bilmədim orada. Oradan kimin nə sualı qalıb deyin getdik. Görək nə edirəm. Hansı mövzudan qalmışdıq? Nə qalmışdıq? Kim baxdı öz səhvlərinə, kim düzəltdi, kim neynədi, kim işlədi? Deyin, testin, rəqəmini, səhifəsini, harada problem var, birbaşa başlayaq oradan. Ki, başa düşməmişsiniz onun cavabını, veriləni. Ekran görünür. Tamam. Bu hansı sınavdır deyə müəllim, bu məndə yoxdur ki. Göndərmişəm ay dərslərə. Elmin mövzu testləridir. Hə, şəxsidən göndərdiniz. Bəli. Təməl vurulub çıxır müəllimə. 31.
Vaqif dramına verilmiş parça altına xaç çəkilmiş ifadə nədir və kim nəzərdə tutulur? Deyir ki, nə sənin gördüyün bu saray, bu yurt, nə də dişlərində qan donan o qurd. Bu Tərlan könlümü ovlaya bilməz. Qurd deyəndə dərdin elə busa, lap İbrahim arxaya. Xəlili nəzərdə tutur. Metafor İbrahim xanım deyib də. Bəli. Metonimiya düşünmüsən yəqin ki. Bəli. Hə, metonimiya düzdür, ad dəyişmədi, nəzərdə tutulan əvəzinə başqa bir ifadə verilməsidir. Amma ümumiyyətlə ədəbiyyatımızda bax, ən çox istifadə olunan sevgiliyə müraciətən ahım, ayım, ulduzum, nərgizim, gülüm, hansısa bir düşmən obrazına qurd, tülkü kimi deyilirsə, bu metafordur. Metafordur. Bunu belə ümumi olaraq yadda saxlayırsınız uşaqlar. Sonra 47. Hanım 41'də A variantında deyir ki, Kürt Musa qaçaq Eldarı xilas edir. Elə bir məqam var idi. bəli, bəli, Orada bəli, İlyas onu məqam- öldürmək bəli. istəyəndə. Satqın İlyas idi. öldürəndə. Satqın İlyas Eldarı vurmaq istəyəndə Kürt Musa ona mane olur. Eldar da qaçaq idi də, dağlara qaçıb dəstə yığıb mübarizə aparırdı. Ona görə də orada düzgündür. Nigar neçə dedi? 47. Deməli, 47-də deyir ki, Nigar anan öldü şeirindən verilmiş partda altına xaç çəkilmiş, misrada işlənmiş təsvir vasitəsini müəyyən edin. Təsvir, təsvir. İfadə vasitəsi. İfadə də mötərizdə verib. Aha. Geyb əskər paltarını silahlandı qəhrəman, onun polad sinəsinə necə polad sığışmadı ürəyi. Epitetlə Mübarə mübariz. bir epitetdir də. Hmm. Fuat Neyəcə sual cavab verir. Bəlkə söz birləşməsinin içində olduğuna görə şübhə eləmirsən. Nəyə görə? Təşbeh götürmüşdüm Polad kimi sinəsi. Hə, bax orada elə bir halla qarşılaşanda uşaqlar kiminin fikrini artırırsınız ha. Elə bir ki, burada birinci proses nə gedir? Birinci proses gözüm kimini görməyimdir. Və yaxud birinci proses necə sualını verməyimdir. Mən burada necə deyirəmsə, bu epitetdir. Daha fikrən kimini artırsan, təşbeh olar, o xırdalığa getmə. Birinci necə cavab verirsən, epitetdir. Bir də biz demişik ki, epitetlə təşbehin yerini dəyişərək də bir-birinə çevirə bilirik. Sinə poladdır. Yəni, sinə polad kimidir, belə deyirik. Sonra 55. 52. qaytarıq 55-ə baxaq. Təsvir vasitələrinin müəyyən işləndiyi nümunə uyğunluğu istəyir bizdən. Epitet şair dodaqları öpdü ana inversiya var burada. Epitet tüfəngini təmizlə atını tumarla. Heç nə yoxdur burada. İgid balam hərçənd ki öz ananam, mən sənin. Mən sənin öz ananam. Ana inversiyadır da. Düzdür bu. Metafor şaftallar şirənə budağını əyəndə. Metonimi artıq əskər artıq yola düşdü, dağ tərpəndi yerindən. Bu nə tərpənə bilər? Nəsə tərpənə bilər, bu metafordur, metonimiya deyil. Nigar, sən dedin də bunu, düzdürmü? 55-də uyğunluq o zaman olacaq inversiya. Burada ananam, aməm şəxs sonluğudur. Gəlib bura. Əslində belə olmalıdır. Mən sənin ananam. Cümlə belə olmalıdır. Mən sənin öz ananam bu formada olmalıdır. Bildim, mən diqqət verməmişdim. 51 dedin. 52-in B-si. 52-nin B-sində deyir ki, dayan, dayan, dayan deyib yaxın gəldi, öpdü onun alnından. Elə bir şey yoxdur axı. Öpdü onun alnından, əlindən öpür. Şair ananın əlindən öpür. Belə övlad yetişdirib yola saldığı üçün. Başda var axı, uşağının alnından öpmüş. Ana oğul öpmürdü anasının alnından. Müəllif Şeirin deyir də bunu. Ana oğlunun alnını. Əlindən öpən şairdir, amma alnından öpən Alnından öpən ana övladdan, bəli, aiddir. Şeiriyə də salmaq lazım idi. Ümumi olaraq. Orada D vermişdilər. Mən C götürmüşdüm. 2-yə B, D götürmüşdüm. Müəllifin nitqi də axı.
Ana nitqindən deyilmir. Durun baxın. Şübhə elədim. Çünki mən xatırladığım qədər müəllif ötür ana əlindən orada. Yəni o dəqiqdir, 100%, bəli. Mövcudunda əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən, günəş yaydı şöləsini vətənin göylərindən, ana baxdı öz oğluna, su da səpdi dalınca, şair qəlbi bu səhnədən ilhamını alınca, yaşa dedi ey qəhrəman, yaşa, vətən. Ana Alınan get ən başda var, lap başda var. Geyib əsgər paltarını, silahlandı qəhrəman, onun polad sinəsinə sığışmadı ürəyi. Dayan deyib yaxın gəldi, öpdü onun alnından. Yay gününün xoş səhəri, bir də dağlar küləyi. Dayan deyib yaxın gəldi, öpdü onun alnından. Mən burada cavab D çıxıb. Birə C2-yə D verib, bunların hərəsinin öz nitqinə aid verib də. B variantda müəllifin dediyi idi. Bəli, müəllif ana belə dedi deyir. Yəni birbaşa nitq olaraq Bunu götürərdik. hə, biz əsərdə yəni yeni şeydir də. Cavab nə çıxıb? C, D variantı. D. Birə C. Yəni bu burdadır. Bu da burdadır. Ana getdim salamat qal. Ana getdim salamat qal deyib öpdü qarını. Ana igid balasına açdı öz qollarını. Get düşmənin qabağında igid tərpən vüqarla, tüfəngini təmiz saxla, atını tumarla. Burada sırf demir axı onun dilindən olsun. Mən ona görə deyirdim ki, yəni ananın əməli var ki, yəni oğlunun alnından öpür. Ona görə götürmüşdüm. Ayətlər əsasən belə mənə eləmək olur. Amma uşaqlar B danəyə yazılacaq. Eyni şeydir, bax. Vasitəsiz müəllif ardıcılığı eyni. Dayan deyib, yaxın gəldi, öpdü onun alnından. Sonra deyir, ana getdim salamat qal deyib öpdü qarını. Dedi oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim, tarixlərim şahiddir, mənim bu ağ bürçəyim. Birə götürsək biz BC-ni, haradadır BC ilə cavab yoxdur axı. Elə cavab yoxdur axı, Elsəvər. Gəl biz bunu belə eləyək. BC-ni birə götürək, D-ni də bura götürək. Mən elə cavaba görə deməyim, ümumiyyətlə. Ümumiyyətlə düzdür. Elə bilirəm cavaba görə düzdür. Ümumiyyətlə düzdür. Sadəcə indi varianta müvafiq biz D seçə bilərik. Bəli, nə var onu seçirsən. Başqa yoxun. CD. Yoxdur. Ha. Uyğun gələn budur. Dedi, o da ona aiddir. Ananın nitqindən gedir. Müəllif ananın dilindən deyir desə, əgər ona qalsa, onda gəlib heç birini götürməyək. Çünki hadisəni bizə nəql eləyən yəni də müəllifdir. Bir qəhrəmandır. Sonra uşaqlar, baxın və anlaya bilmədiyiniz qarışıq sualları soruşun. Rəsul Rızada 21. Burada 60 var. Nə idi problem burada Nigar? D yazmışam, B gəlib. Kimi götürmüsən deməli. Məsələ 3-dür. Qacar ağızlı adamdır, o dünyanın və həyatın etibarsızlığını başa düşür. Görsən ki, ağılsız adam nətər başa düşsün dünyanın etibarsızlığını? Fikirdə ziddiyyət var. Bu səhvdir. Və səhvədə verilib, yanlışa verib. Yanlışa veribsə uyğun hesab olunan fikirdir. Şərtdə isə sənə uyğunsuz deyir. Əsərdə Misri qılınc bədii təsvir vasitəsi kimi simvol hesab edilə bilər? Bəli, yanlış verib ona görə uyğunsuzdur. Doğrudur, yanlışa verib. Hə, bəli. Bax, bu doğru fikirdir. Kim verir Misri qılıncı, uşaqlar? Qoca. Qoca, Kimə verir? Eldara. Eldara. Doğru verir. Aysun. Deməli, yanlışı doğruya verib, uyğunsuzdur. Bitkidir, bəli. Bir getmişin 5-nə də baxaq da. Aha. Bir misrada Azərbaycan adını 2 dəfə təkrar edərək Şimali və Cənubi Azərbaycanı nəzərdə tutur. Yox, Səməd Vurğunda elə bir şey olmaz. Mən onu götürmüşdüm yanlışdan yanlış. Cavabda verməyib. 1, 2, 6 verib.
Bir misrada Azərbaycan adını 2 dəfə təkrar edərək, 2 dəfə misrada təkrar edərək, harada təkrar edir o 2 dəfə? Azərbaycan, Azərbaycan. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan deyir də. 2 dəfə təkrar edərək Şimali və Cənubi Azərbaycan nəzərdə tutur. Müəlliməyə düşünə bilərik. Yox, yəni birincisi o barədə Səməd Vurğun Azərbaycan 2 dəfə təkrar edir, Şimali və Cənubi Azərbaycan nəzərdə tutur. Çünki arılar mütməmmül candan deyir. Ona görə məncə ikini nədə tutur. Həm şimali, həm cənubunu ayrı tutulmasını. Yəni ondan əvvəl Könül candan Azərbaycan, Azərbaycan. Ayrılar mı? Könül candan Azərbaycan. Hə, olar. Olar. Əslində onu bir neçə məqam, mənada da düşünmək olar. Siz mən nəyə görə etiraz edirəm? Yəni Səməd Vurğunun Sovet dövründə ideologiyası heç də şimal və cənub məsələsi deyildi. O bir ədəbi şəxsiyyət idi, şəxs idi, amma siyasi yönündən cənub birləşsin, şimal, həsrət, düzdür, cənubdan Şəhriyar həmişə yazırdı, Səməd Vurğun da var idi, məktub yazdığı, danışdığı, amma siyasi görüşləri biraz bütöv Azərbaycan yönündə deyildi də. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. İndiki baxımdan elə də görə bilərik. Açıq sualdır bu. Bəli. Açıq sualda biraz belə sual risklidir. İndiki təbircə fikirləşsəm, hə, yaxşı, düzdür deyirəm. Yanlışa verib onu götürmürsən. Onun qeydini tutun, yazın ki, ayrılar mı könül canlı Azərbaycan, Azərbaycan deyəndə Səməd Vurğun şimal və cənubu nəzərdə tutur. Və o ədəbiyyat tənqidçilərin fikrinə görədir yəqin. Bəli, bəli. Sonra uşaqlar 21 burada. Rəsul Rızanın Qızılgül, hə? Məncə yazmışam, cavab B gəldi. Yəni bir dənə D-yə baxsınız kifayət. Sən C yazmışsan, AC-ni götürmüsən, cavab da B. Mən də B yazmışam. Deməli, bir dənə D fərqlidir. Baxırıq, onun yeni, mübariz, milli poeziya uğrunda narahat axtarışları barədə dolğun təsəvvürün yaradılması poemanın təsir gücünü 1-ə 5 artırır. Dolğun, uşaqlar, dolğun deyil axı. Niyə siz onu elə götürürsünüz? Biz götürməmişik, mən C yazmışam, cavab gəldi. Hə, onun yeni mübarizi milli poeziya uğrunda dolğun axtarışları var. Təsəvvür poemanın təsir gücünü 1-ə 5 artırır. Bunu mütləqə götürdü yəni. Sadəcə burada narahat axtarışı falan görmədim axı, yəni nəyi necə? Narahat axtarışlar var idi, əlbəttə. Onsuz da repressiyanı o əvvəldən hiss eləyirdi və davamlı çıxır səhnəyə deyir. Necə təsvir olunur orada müşfiq, çılğın, fikirlərini səsləndirən zaman uşaq kimi kövrək, bəzən deyir ağsaqqal qədər çox dərin düşüncəli. Təhlildə də belə Dolğun ağrı. olğun təsəvvür poemanın təsir gücünü artırır deyir. Düzdür. Yəni. Görməmişim. Bəzi testlər məzmundan çıxır, uşaqlar sırf cümləyə əsasən dayanır, ona köklənir. Yə də baxaq da. Mehriban Şəhriyar Heydər Babaya salamla Qızılgül olmayan əsərlərin ortaq cəhətlərini göstər. Biri poemadır, ikisi də poemadır. İkisində də sujet yoxdur, vahid. Ona görə ortaq cəhət kimi ikisi də lirik poemadır. Biri sərbəstədir, Heydər Babaya salam heycadadır. Hər ikisi həyata əks etdirmə üsulu eynidir, bəli, lirik epikdir. Heycada yazılmış lirik poemalardır, Qızılgül sərbəstə yazılıb. Realist motivlərə yer verilmişdir deyir. Heydər Babaya salamın ikinci hissəsində realist motivlər var. Qızılgüldə dursun bu. Hər iki əsər məşhur sənətkarımıza həsr olunmuşdur. Heydər Baba həsr olunmuş sənətkarı, Qızılgül müşfiq həsr olunacaq bunu. Repressiya dövründə yazılıb, repressiya mövzusunda Qızılgül olmayaydı. Repressiya mövzusunda bizə ortaq cəhətlər var, ortaq deyil bu da. O zaman realist motivlərə yer verilib, ikisi üçün də ortaq cəhətdir, Mehriban. Çünki Qızılgül olmayadı sərbəst vəzində yazılsa da, realist motiv nədir uşaqlar orada?
Yəni konkret repressiya olunması, günahkarların adının çəkilməsi, bunlar realist bir yanaşmadır. 1-3. Müəllimə, 12. əgər repressiya mövzusu və yaxud dövrü desək eyni götürmürük onda. Repressiya deyil axı. Heydər Əliyev salam repressiyadan danışır. Aydındır. Bu ancaq Qızılgüldən aid. Qızılgül olmayan. 12. Səhv istəyir. Poema müəllif təhkiyəçi kimi çıxış edir. Hadisəni nəql edən də ola bilər. Bütün bunları, onları hiss, düşüncələr Dilbər xanıma müraciətlə danışır. Müəllif baş hadisələr şahidi iştirakçıdır. Özünü günahlandırmalarına özü rast gəlirik. Böyle bir şey var. Sustum deyir, o deyir də, obrazını yaratma, ona vəfa borcunu yerinə yetirmiş olur. Ha. Müəllif baş vermiş hadisələrin şahidi və iştirakçısıdır. Müəllimə, Y-də səhv daxı ayrıca obrazını yaratmır, sadəcə təsəvvürdə canlanır. Yəni yer vermir ona obraz kimi. Ona görə səhv. Hə, bəli, bəli. Ayrıca obrazını yaratmaq odur ki, əsərdə məsələn Dilbərin ayrıca obrazı, realist bir obrazını yaratmalıdır. Müşfiq, yəni keçmişə dönüş formada xatırlanır, xatirə olaraq təsvir olunur, obraz kimi yox. B-dəki bütün hamısını Dilbər xanıma müraciətlə danışır. Bəli, bəli. Onun əslində danışmaq məsələsi deyil ki, onun qarşısında görəndə başlayır deyir düşünməyə. Sonra uşaqlar. 38-də 5 baxa bilərik. Burada simvol çinardır, yoxsa Hə. Çınar əyilməzliyi, vüqarlığı simvolizə edir. Ona görə deyir ki, çınar ömrü arzulayıram. bildim mən. Sonra uşaqlar, sonra. Mircəlalda 28. Aşıq Kitab romanında Gəldiyev obrazı haqqında sərfikri seçin. Bir də göyərsəydi Marsur reallaşandan sonra köhnə işlərə davam edir. Bunu bilmədim, elə məndə deyir. O müəllim sonda qurumuş qovaq ağacında oturur deyir, bir də göyərsəydim, amma göyərə bilmir axı. Müəllif ona deyir ki, yəni göyərmişdin da, özünü məhv elədin. Ondan sonra bir də göyərmir. Bizə verilən istədə deyil də. Hə, verilən istədə deyil. Cavab B gəlir burada. İnstitutda vəzifəsi nə idi ki onun? O da tələbə idi. O tələbə vaxtı idi. Sonradan Sadəcə yazılır ki, tələbə olanlar partiya üzvü idi. Bildim mən. sonra uşaq. Qırx. Vətən yaralara sərləsən, düzgün ardıcılığı müəyyən edin. Həkim yazır, dedi, Lətifin sağalma ümidimiz yoxdur, ortaya aytım. Ancaq onu bil ki, neçə ay sonra qovaq ağacının bıçaq vurulan yeri möhkəmlənmiş, bərkitmiş görərsən. Nahardan sonra mənim tarıma al tozum. Bu, təhkiyəçi evə getməmişdən əvvəla tapşırıq verib yola sallar. Mənim ünvanımı direktora Ədil müəllimə ver, bəlkə məktub yazdı. Yenə də o evə yola salanda deyir. Deməli, burada tar məsələsi birinci olur. Ədil müəllim sonra olur 3-4. Sonra Lətifin sağalmağının Birinci gələrək. birinci tardır. Yox, ikinci. Təhkiyəçi xəstəxanada olanda, yəni qovaq ağacına bənzədilər, onun kimi möhkəm olmağını deyir. Hə, onu mən bunların ardıcılığını düzürdüm. 3-4-1, ikini də hara qoyaq? Lap əvvələ qoyaq. Yaxşı, 2-3-4-1. Hə, 2-4 olmalı. Birinci Lətifdir, Ədil müəllimə.
Sonra Nəsrəddin Nahmiyer də onun sözünü kəsir, deyir Ədil müəllim danışır. Sonra təzə Nəsrəddin davam eləyəndə deyir tar məsələsini. Ona görə 2-4 3-1. Ədil müəllim deyir ki, özün bilirsən də nə deyim, arvad eşitsə birbaş yanına gələcək. Bu şəkli ver deyinən nigaran olmasın. Lətif şəkli verir. Gör yenə dərslər qaydasındadır, məktəbə get deyir. Uşaqlar yadına salırmı? Gedən kimi, qalan kimi, bax gör deyir. Direktora mənim ünvanımı Ədil müəllimə də ver. Ədil müəllimə direktorun ünvanımı ver deyir. Bəlkə də məktub yazan oldu. Nəsrəddin də bir şey xatırlamış ki, Lətifə mane olur. Mane olur. Nahardan sonra mənim tarıma al, tozunu sil, bağrına bas. Çargah başla. İnan ki, üstümə 100 topdan güllə yağsa da mən burada çargah səsini eşidəcəm. Ay sağ ol. Ona görə də birinci, 4 gələcək. bəli, birinci Ədil müəllim, sonra tar. Bəli. Sonra uşaqlar 51. Vətən yaraları əsərinin təhkiyatçı əsgərə aid olan doğru fikirləri müəyyən edin. Universitet oxuyan zaman müharibəyə çağırmışdılar. Nəsrəddinlə bunu, bu düzdür. Nəsrəddinlə birgə yaralı Lətifi ziyarət edir, bu da düzdür. Həkimi yumşaltmağa boynuna götürür. Deyil axı. Niyə? Nəsrəddin də yaralı idi. Hə, Həmin vaxt Nəsrəddin yaralı deyildi. yaralı idi, o da qolundan yaralanmışdı. Hə, düzdür. Deyir ki, 2 ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıram deyir. Görüşməyə icazə alıram. Əvvəl Nəsrəddini tapıram. Yarası yüngül idi deyir. Ondan sonra çalışır ki, Lətifi görsün. Lətifi də görmək üçün qiyasını yumşaltmağa boynuna alırdı. Düzdür, bu olmayacaq, bu olacaq amma. Göstərdiyi şücaətə görə yeni vəzifəyə təyin edilir, amma o bunu istəmir. İstəmir. Nəsrəddin o evdən deyib cəbhəyə qaydanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə yeni vəzifəyə göndərmək fikrində idilər. Nəyə görə qəbul etmir? Yoldaşlarından ayrılmaq istəmir. Ona görə qəbul etmir. Bağlamanı lətifsiz açmamağı təkid edir. Hə, üçündə yığılıb açmağını istəyir. Elsəvər 1, 3, 6. Mən bağlama nəticəsiz atmamağı təklif etməsi harda var? Orada üçümüz ataq demirdi, yəni. Onda Nəsrəddin deyir. Lətifi demək. Bəli. Bağlamanı deyir, Lətifin yanına qoyub çıxdım. 2 ay yarım deyir keçdi ki, bağlama deyir, elə qaldı gah orada, gah burada. Sonra Lətif gələndən sonra 3 səmimi yoldaş oturub sovqatı açdıq. Təkid etmək səhvdir. Hə, təkid etmək səhvdir. Cavab 1-3-dür. Bəli. Sonra uşaqlar, mən çıxmalıyam amma. Sınavımız nə idi bizim? Neçə idi? Sınaq 11. 11. Bir dənə idi, 3 dənə? Bir dənə, 2 dənə? Bir dənə. Yaxşı. Onlar qalsın, ümumi baxarıq sizlə. Burada başqa nə var? Məndə yoxdur. Gələn dəfəyə uşaqlar sınaq demirəm, elə mövzunun testlərini yazın. Oxunacaq əsərlərdə həcm etibarilə böyükdür. İnşallah test əvəzi qalanlara baxarıq. Aldım mən. Sağ olun uşaqlar, hələ.